Bu 28 May müstəqillik günüdür. Mən fikirləşdim ki, yəni Azərbaycanda heç olmasa bir obyektlərdə bizim bu yaylıqları görəcəyik. Girirsən bütün obyektlərə o ərəblərin o deməli yaylıqlarını bağlayırlar. Yəni bu nə qədər bunlar öz millətinə qarşı, Azərbaycana qarşı bu qədər nifrətdir, nədir bu? Yəni siz ildə bir dəfə heç olmasa yaxşı ərəbin o yaylığını bağlayırsan, ərəblər hansı ki gəldilər, xoşlarına gəlib aparıb analarına, ataları verib başlarını kəsirdilər ərəblər qabaq. İndi onların o qanun qaydasını gözəl izah edirlər, yeridirlər bizim Azərbaycanda və onların o yaylıqlarını bağlayırlar. Mən bilmirəm, bu gözəl bir yaylıqları niyə bağlamırlar? Xanların bu yaylıqlarıdır. Yəni Pakistanın o Məryəm xanım da gəlmişdi Pakistanlı. Yəni yaylıq da nə qədər gözəl idi. Bilmirəm, bu bizə milli geyim, milli obyektlərdə turistlər girir də, xarici turistlər girir obyektlərə. Bizim o yaylıqları niyə biri demir ki, ay kişi, gələk bunu dövlət deyək. Gələk bunu dövlət deyək sizə. Nə deyim, avtomatla durmalıdır başın üstündəki o yaylığı bağla. Sizdə yəni o qədər bu Azərbaycanlıq ölübdür. Mən bilmirəm qardaş, bu millətə hansı deməli nə lazımdır bunlara ki, bu heç olmasa bayram günü bir cəmaət bir görsün ki, doğrudandan da bunların bir türkün öz bir mədəniyyəti, öz milli nəsə bir şey var. Niyə siz ərəbi göstərirsiniz? Ərəb bizim yaylığı bağlayır. Siz görmürsünüz ərəb ölkələrində Azərbaycan yaylığı bağlasınlar. Görmürsünüz? Görməyəcəksən, nifrət eləyir Azərbaycanlıya. Ərəbdir, farsdır, nifrət eləyir bizə. Gəlib şəhidlərin qəbirlərinin üstündə oynadı, meymunçuluq elədi. Ay kişi, siz götürüb onun yaylığını bağlayırsınız. Yayına da gələsiniz. Hacılardır, hacıları döyürlər orada, görürsünüz. Gedin ora. Müqəddəs olacaqsan ha. Nə qədər uğraşı, nə qədər. Bax ona görə, bax beləki millətdə oğullar əmələ gəlir, görürsünüz. Öz millətinə nifrət edən, əlbəttə beləki gedib başqa millətə qulluq eləyəcəklər. Bu deyir, biz acıq, suzuq, nə bilim, dövlətdə bizi döyürlər, eləyirlər. Yenə də deyirəm ki, yəni bu insanlar sabah hakimiyyətə gəlsə, haçansa beləki alçaqlar gələ bilər. Gəldilər bunlar. Sizcə bunlar necə olacaq? İnanmırsınız ki, bunlar o deyir, yazıq o bizim əsgərlərə işgəncə veriblər. Deməli, 3000-dən, 4000-dən insana hansı ki bizi qoruyub saxlayır. Onlara işgəncə verirlər. Bax, bunlar gəlsə, bütün millətə işgəncə verəcək. Deyin, niyə? Nəyə görə belə deyirəm? Birinci, bunlar o inciyib gediblər, bunlar kinlidirlər. Amma bir şeylə bunlar işgəncə xalqa verəcək, niyə? Bütün xalqa verəcəklər, niyə? İnsan hakimiyyətdən inciyibsən, gedibsən, gör kimin qucağına gedib giriblər. Baxın, Kasparov. Bu Kasparov bu heç, Kasparov toya getməlidir. Gedib ermənilərlə birləşirlər. Fransızla birləşirlər. Bu adam Bakıya gələndə nə üzlə gələcək? Azərbaycanın üzünə necə baxacaqlar ki, mən gedib ermənilərin qucağında oturmuşam, Azərbaycanla söyləyirəm. Erməninin qucağında niyə oturursan? Ged elə öz qucağında otur da. Niyə erməninin qucağında? Görürsünüz?
Bax ona görə deyirəm, ən təhlükəli insanlar bunlardır ki, gedir orada söyür və erməninin qucağında oturub söyür. Hansı ki, erməni anasının, bacısını, qohumunu zorlayıb Xocalıda baş kəsib. 18-ci ildə baş kəsib. 1890-da, 1937-də, 1950-də, ay Allah, hansını deyim, hansı illəri? Bütün 200 ildir Türkün başını kəsib. Bu, özünü Türk adı qoyublar bunlar. Bunlar necə özlərinə Türk deyə bilər ki, 200 milyon, 2 milyon Türkün başını kəsənlərin qucağında oturublar. Kasparov gedib Bakıya söyür, deyir ki, ya Bakınyets. Hansı ki, babaları gəlib burada tollada işləyirmiş. Tollada işləyib atın, o deyir, navoz çiğsiyor, mırras. Sonra götürürlər bunlara injinerdən, nə bilim, oxudurlar injinerdən, o deyir, neftə, hər bir yerdə bunları qoyurlar. Bu yetimləri qalxırlar, deyir, mı Bakı, Bakı Batniyəli mı? Görün, Türkün çörəyini yeyir. Adam olur. Ay kişi, hələ baxın. Qardaş, bu sənin bu, bax bunun qucağında otur. Bunun törəmələri də iyilənmiş. İrəvanda 1920-ci ildə bax bunlar belənki olub ki, hamama itəlirdi Azərbaycana. Görürsünüz? Bax bunların qucağında gedib oturublar. Bu da ruslardır ki, deyir, Azərbaycan yaratmışıq, neynəmişik. Bax görürsünüz, bunlar da gəldi, yetimkələr adam oldular. 1905-də Bakı şəhərinin süpürgəçiləri ruslardır da. Heyvan ruslar. Bunların adı heyvandır. Bunları Pyotr elə bilə heyvan deməyib. Bunlar analarını, bacılarını zorlayanlardır, qızlarını zorlayır. Bu adamlar gəlib indi tərbiyədən danışıb, biz deyir, Azərbaycana məktəb tikmişik. Məsəl üçün, yəni nə demək istəyirəm? Bax, bu alçaqlar gedib onların qucağında oturublar. Bunları Azərbaycanlılara deyirəm, necə qəbul edərsiniz? Haçansa gələcəklər də indi. Hakimiyyətdə də ola bilər olsunlar bunlar. Bunlara siz necə dəstək olasınız? Ümumiyyətlə soruşuram da, soruşuram. Mənə kim deyə bilər ki, qardaş, bunlar haqlıdırlar, erməninin qucağında oturublar, oturacaqlar ki, Azərbaycanlı bunu öldürür, nə bilim, ac saxlayır. Əlbəttə, erməninin qucağına oturmalıdır. Düzdür? Məni öldürürlər, ac saxlayırlar, vururlar, anamı öldürüb, atamı öldürüb. Mən gedib erməninin qucağında yatmalıyam, qucağında oturmalıyam, Rusun, Fransızın qucağında oturmalıyam, gedib Amerikanın qucağında oturmalıyam, anamı öldürüb, atamı öldürübdür da Azərbaycanlı. Mən gedib Amerikanın deməli qucağında oturub siz mənə haqq qazandırasınız. Düz olacaq. Mən bilirəm, deyəsiniz, bəli, düzdür, anayı öldürüblər, gedib şey. Anayı öldürüb, ac saxlayıb, o deməkdir ki, düşmanın qucağında. Sözcüyü onsuzdur deyirsən. Niyə gedib onu? Deməli, sizdə hakimiyyət, pul, var dövlət, ayrı heç nə. Bax, ona gəlirsiniz. Milləti sevsəydiniz, gedib ermənin qucağında oturmazdınız. Oradan söyürsən, ay kişi. Bunların qucaqlarına gedib nə deyim siz? Bilirsiniz, mən bunlara, hamısı bunları, bax bunlar da Azərbaycanın düşmanlarıdır. Bunlar yazsaydı, danışsaydı, belə adamlar əmələ gəlməyəcəkdi. Bunlar yazsaydı, düzgün yazıçılar birliyində otururlar, kreslodan durmaq istəmir, belə baxırlar. Aşağıdan yuxarı. Bax, bunlar olsaydı Azərbaycan xalqının oğulları, nə Gürcü, nə Avarı, nə o birisi, bu birisi, nə bilim, Ləzgisi, Qafqazda yüzlərlə xalqlar var, bizə işğalçı deməzdilər.
Onlar yazsaydı onlar bizi necə bir buranın yiyəsi kimi görərdilər. Fəxr eləyərdilər ki, Türk torpağında yaşayırıq. Türklə yoxsa hərə deyir mənim dövlətim olubdur. Özü də gedib aşağılayır. Necə o Talışları da aşağılayırlar. Deyir Astara dövlət olur. Ay kişi, Astara dövləti olan adam, xalqın heç olmasa 100 il, 200 il qabaq bunun 1 milyon əhalisi olmalı idi da. Məsəl üçün deyirəm. Bu yazıqlar 5-10 nəfər oldu. İndi Stalin götürüb ağzına gələni yazıbdır. Bütün Türkün tarixini yazıb o biri xalqlara. O demək deyil ki, dəli olmalısan. Dövlət nədir? Astur belə elə. Dövləti olan adamı yıxa bilərlər. Axı nə qədər aşağılayırsınız. Dövləti olan adamı necə onda o Yunanlar da dövlət olubdur, Romada necə ana? Bunların dövləti var. Deməli bu Ləzgi dövləti, Talış dövləti gəldilər, aldılar əlindən. Niyə siz? Deməli siz olsaydınız, qardaş, sizi Stalin özü niyə bu deyir gəlmə Azərbaycanlılar gəlmədi. Gəlməyə böyük Azərbaycan Qafqazda qurur. Böyük Qafqazda Azərbaycan olur. Gəlmələr deyirsiniz. Amma Ləzgi yerli Talışdır, Gürcüdür, haydı yerlilərə deməli balaca dövlət və heç Ləzgiyə də dövlət yaratmadı. Talışa avara, nə bilim o biri millətə niyə dövlət yaratmadı? Əgər dövlət olmayan başım xarab olur. Doğrudan başım xarab olur. Bunlar nədən danışırlar? Biz deyir, dövlət olsaydınız, dövləti sizə yaradardılar. Niyə gərək deyir gəlməyə yaratsın Stalin? Belə